Sizlərə bu günləri mən Abşeron rayon Fatmai qəsəbəsində ideal bir şəxsi tikili həyət ev təqdim edirəm. 179 nömrəli avtobus dayanacağına yaxın bir ərazidə. Ümumi sahəmiz 3 sot torpaq sahəsində inşa edilib. Əlavə olaraq evin arxa hissəsinə su ehtiyat bakıdır. Geniş həyətimizdir, kifayət qədər kürsülüdür. Şəxsi tikili 2 mərtəbədən 4 otaqdan ibarət. Həyətimiz normal qaydada genişdir. Avtomobil rahatlıqla daxil ola bilər. 3-4 avtomobil rahat daxil ola bilər. Evin böyür hissəsi, sağ və sol, arxa hissəsi tam genişlikdir. Qısa bir fraqmentdə mən sizlərə bunun hamısını çəkib təqdim eləyəcəm. Sənətimiz kupçadır. Bugünkü gündə də elə bir qiymətə çıxıb ki, satışa. Yəni sən bu qiymətə alıb bu evi tikməyin, yəni sıfıra bərabər bir şeydir, dəyərli dostlar. Baxın, hündür, quru bir ərazidə yerləşir. Evimizin bu arxa hissəsidir. Arxa hissədə böyük 8 tonluq su ehtiyat bakıdır. Baxın, evin arxa hissəsi də yoldur. Sən hətta istəsən arkaya da yol açıb bir qapı qoya bilərsən, yəni. Böyür hissələri tam açıqlıqdır. Arkada kombi şkafının yeridir. Bir sözlə ideal bir tikinti axtaranlar buyurub əlaqə saxlaya bilərlər. Hər vaxtı da evə baxmaq mümkündür. Çünki əmlak sahibi özü bu evdə yaşayır. Qiymətdə də razılıq var yeri. Gördünüz həyətimiz. Çıxaq indi isə evin içərisini sizə təqdimat edeyim. Daxil olarkən bizi geniş dəhliz qarşılayır. Evimiz yarım monolitdir. Pilləkən və yuxarı hissələrin bəzi yerləri. Qoşa daşla inşa edilib, fundamentimiz, kəməri, hamısı yerli və yerindədir. Qeyd etdiyim kimi, sənət kupçadır. 3 sot torpaq sahəsinin içərisində inşa edilib. Pilləkən alt hissəsi artıq veşlər yığmaq üçün depodur. Birinci mərtəbədə sanitar qovşaqlarımız ayrı-ayrılıqda. Geniş mətbəx, solda isə böyük ölçüyə malik olan qonaq otağımız. Baxın, səliqəli belə bir gözəl qonaq otağımız var. Bugünkü gündə dəyər qiymətindən çox aşağı bir qiymətə sizlərə bu gördüyünüz gözəl həyət evimiz təklif olunur. Və real alıcıya da əmlak sahibi deyir ki, gözəl endirim eləyəcəm. Bura hamam otağı. Bura əyaq yolusu. Bura geniş ölçüyə malik mətbəx hissəmiz. Görürsünüz dəyərli dostlar, bütün pəncərələrinin qarşısı tam açıqdır. Heç bir maneə yoxdur. Əşyaların 70%-i mənzilin içərisində qalacaq. Əşya haqqında söhbət eləmək üçün evə baxıldıqdan sonra ev sahibinin özü ilə əlaqə saxlaya bilərsiniz. Pilləkənimiz də baxın belədir. Rahat bir pilləkənimiz var. Çıxmaq üçün. Görürsünüz, betonla inşa edilib. Qeyd etdiyim kimi. Burada geniş yenə dəhlizimiz var. Şəhərə işləyən avtobusa da çox yaxın bir ərazidə. İkinci mərtəbədə 2 sanitar qovşağı var. Biri yataq otağının içərisindədir, biri də ümumidir. Bura ümumi sanuzel. Burada yataq otağımızın biridir. Buradan da özünə məxsus terası var. Baxın. Gördünüz. Buradan növbəti yataq otağı. Çox səliqəli və çox gözəldir həqiqətən də. O gördüyünüz qarşıdakı yol mərkəzi yoldur dəyərli dostlar. Yəni mərkəzi yoldan arası bir 300 metr məsafədə olmayad. Yəni o qədər yaxındır. Növbəti 4-cü otağımızı isə təqdim edirəm. Qiyməti 99.000 manatdır. Real alıcıya qiymətində endirim var. Ətraflı məlumat üçün əlaqə saxlayın bizimlə. Ev sahibinin əlaqə nömrəsini verək. Gəlib baxın. Diqqətinizə görə, vaxtınızı bizə ayırdığınıza görə təşəkkürlər. Sağ olun.